əgər istəyiriksə Peyğəmbər və Ali Peyğəmbərlə, İmam Zamanla mənəvi irtibatımız olsun, gərək o uyğunluğu yaradaq. Biri budur ki, adam bəzən harasa getmək, görürsən indiki zamanda harasa gedirlər, məclisə gedirlər, nə bilim, harasa dəvət edirlər. Adam baxa görə onun ruhunda nə dərəcədə bu, nə əsəri qoyacaq? Günaha meyli çoxalacaq, yoxsa ibadətə meyli çoxalacaq, gərək ətrafını, insan öz-özünə mühit düzəldir, yaxşı insanlarla oturtdurar. O sinxiyyət, uyğunluq yavaş-yavaş gəlsin. Bir də məhasini əxlaq, gözəl əxlaqiyyat özündə, gözəl sifətləri, özündən rəzil sifətləri uzaqlaşdırar. Nəfsini islah edir, təskiyə nəfs mühümdür. Ən vacib məsələdir. Rəzil sifətləri insan özündən uzaqlaşır. Əgər bu olsa, mən həmişə deyirəm, sanki bu Allahın təkvini qanunlarındandır. Yəni oradan o tərəfi sanki bizim ixtiyarımızda deyil. Avtomatik olaraq onlarla mənəvi irtibat olacaq. Onların xas nəzərini özümüzə cəzb eləyəcək. Əgər özümüzdə o mənəvi təharəti qazansaq, o cürlə. Bu əsl məsələdir ki, öz vücudumuzda gərək bu işləri görək və hər gün İmam Zamanla mütləq ya duası, ya ziyarətnəməsi, hər sübh namazından sonra məsələn əhd duasını oxumaq çox bu səbəb olur ki, çox təsiri var. İmam Zaman əleyhissalamdan mənəvi rabitə. Sübhlər insan doğrudan da bir dənə əhd duası çox mühümdür. İnni ucəddidu ləhu fi sabihəti yevmi haza. Sübhlər elə bil əlvi İmam Zaman əlinə versən. İmam Zaman elə bir beyyət edirsən ki, inni ucəddidu, mən təzəliyirəm fi sabihəti yevmi haza. Bu günün sübhündə təzdən ya sahibə zaman səndən əhdimi təzəliyirəm. Əhdimi, əqdimi, beyyətimi təzəliyirəm və heç vaxtda bunu pozmaram. İmam Zamanla beyyəti pozmaq nədir? Sualdır da. İmam Zamanla aramıza nə girə bilər? Nə bizi uzaqlaşdıra bilər? Həmin şəriətə əməl eləməmək, günah, pis əxlaqiyyət, pis sifətlər, hansı ki, onlar məsumlarda olmayan şeylər. O, gərək özümüzü onlara oxşadaq. O sinqiyyət və uyğunu, bəli, ziddiyyət. Sadə misal, mümkün deyil nurla zülmət ikisi də bir yerdə cəmləş. Bizim vücudumuz zülmət olsa, nurla necə? Onlar nurdular. Mümkün deyil ki, həm məsələn, bu otaq məsələn qaranlıq olsun, gələsən, vurasan işığı yandırmağa, işıq yana, həm o zülmət qala, eyni zamanda həm o zülmət ola, həm də bu nur, işıq nur. Qeyri-mümkün olan bir şeydir. Yəni, zatən mümkün olan bir şey deyil. Odur ki, mütləq şəkildə budur. Ən azı o beyəti hər gün insan əhdi sübhlər özünə təlliqin edir. Və gün ərzində axşama kimi insan muraqib ola ki, mən sübh İmam Zamanla beyət eləmişəm. Bir dənə baxışığınla, danışığınla beyəti pozmaqdır. Bir dənə naməhrəmə baxmaq, elə bil İmam Zamanla əlvi çəkdin, beyəti pozdun, əqdi pozdun, əhdi pozdun, əhdə vəfa etmədin. Bir dənə dillə günah, qeybət eləyəsən, əlvi çəkdin İmam Zamanla. Onlar ki, daim muraqibdirlər, haramdan özlərini saxlayırlar, günahdan özlərini saxlayırlar, təskiyə nəfslə məşğullar. Onlar görürsən ki, daim İmam Zaman süfrəsindədirlər. Fərqi yoxdur, dünyanın harasında olurlarsa olsunlar.